Salam əziz müəllimlər, mən Səmədova Gülnarə. Bugünkü dərsimizdə induktiv və deduktiv düşünmə formalarını izah edəcəm. İzaha keçməmişdən əvvəl qeyd edim ki, bizim YouTube kanalımıza abunə olun ki, yeni paylaşılan dərs və test izahlarından yararlana biləsiniz. İnduktiv düşünmə, induksiya nədir? İnduksiya nümunələrə baxıb onları bir prinsip altında birləşdirmək. Yəni, nümunələrdən ümumi prinsipə doğru getməkdir. Xüsusidən ümumiyə doğru. Yəni, xüsusi bir nümunələrdən ümumi bir qaydaya doğru gediriksə, demək bu induksiyadır. İsə nümunələrə baxaq. Mirzə Ələkbər Sabir və Cəlil Məmmədquluzadə ana dilinin saflığı uğrunda mübarizə aparmışlar. Bu ədiblər 20-ci əsrin əvvəllərində yaşamışlar. Deməli, 20-ci əsrin əvvəllərində ana dilinin saflığı uğrunda mübarizə aparılıb. 20-ci əsrin əvvəllərində başqa ədiblər də yaşayıb, onlar da ana dilinin saflığı uğrunda mübarizə aparıblar. Amma bu nümunədə Mirzə Ələkbər Sabir və Cəlil Məmmədquluzadənin adı xüsusi qeyd olunub. Bu xüsusi nümunələrdən ümumi bir qaydaya gəliblər ki, deməli 20-ci əsrin əvvəllərində ana dilinin saflığı uğrunda mübarizə aparılıb. Yəni, burada induksiya var. Xüsusi bir nümunələrdən ümumi bir qaydaya gəlinib. Digər nümunəyə baxaq. Deyirik ki, Durna və Leylək köçəri quşlardır. Hər ikisi qışda isti ölkələrə uçur. Deməli, köçəri quşların qışda isti ölkələrə uçmaq kimi bir xüsusiyyəti var. Bilirik ki, köçəri quşlar çoxdur. Yalnız Durna və Leylək köçəri quş deyil ki, amma burada iki quşun adı qeyd olunub. Xüsusi bir nümunədir. Bu bizə verilmiş xüsusi bir nümunədir ki, Durna və Leylək köçəri quşlardır. Onlar qışda isti ölkələrə uçurlar. Bu xüsusi nümunədən ümumi bir qaydaya gəlinib ki, deməli, köçəri quşların qışda isti ölkələrə uçmaq kimi bir xüsusiyyəti var. Yəni, burada induksiya var. Xüsusi bir nümunədən ümumi bir qaydaya gəlinib. Deduktiv düşünmə, deduksiya nədir? Ümumi anlayış, prinsip, qayda və yanaşmadan nəticə olaraq xüsusi nümunələrin çıxarılmasına yönəlmiş düşüncədir. Hər hansı bir qayda verilir, çıxarılmış nəticəyə əsasən nümunələr müəyyənləşdirilir. Yəni, deduksiyada ümumi bir qaydadan xüsusi nümunələrə gəlinir. Məsələn, riyaziyyat dərsində şagirdlər birinci öyrənirlər ki, toplananların yerini dəyişdikdə cəm dəyişmir. Yəni, bu ümumi bir qaydadır. Bu qaydaya əsasən uşaqlar nümunələr söyləyirlər ki, 3 üstə gəl 4 bərabərdir 4 üstə gəl 3. Yəni, toplananların yerini dəyişdikdə cəm dəyişmir. Bu qaydaya əsasən ümumi bir qaydadan xüsusi nümunələr deyirlərsə, demək burada deduksiya var. Deduksiya nə oldu? Ümumidən xüsusiyə doğru gəlmək. Elektron cihazlardan uzun müddət istifadə etdikdə insan sağlamlığı üçün təhlükə yarana bilər. Planşet, telefon, elektron cihazlardır. Bunlardan uzun müddət istifadə insan sağlamlığı üçün təhlükə yarada bilər. Bu şəkildə fikir yürüdən şagirddə hansı düşüncə tərzi formalaşmışdır? Elektron cihazlar çoxdur. Yəni, burada ümumi verilibdir. Ümumi verilib, bunlardan nümunələr çəkilib ki, planşet, telefon, elektron cihazlardır. Demək, burada ümumi qaydadan xüsusi misallar çəkilibsə, demək, bu deduktiv düşünmədir. Yaxud deyirik ki, sifət əşyanın əlamətini bildirir. Bu nədir? Ümumi bir qaydadır. Bu qaydaya əsasən nümunələr deyirik ki, yaşıl sözü əşyanın əlamətini bildirir. Deməli, yaşıl sözü də sifətdir. Burada da deduksiya var. Ümumi bir qayda dedik, o qaydaya əsasən xüsusi nümunələr söylədik. Ümumidən xüsusiyə doğru gəlir isə, ümumi qaydadan xüsusi nümunələr deyiriksə, demək bu deduksiyadır. Deduksiya Piaget'in formal əməli mərhələsinə uyğun gəlir. İnduksiya isə konkret əməli mərhələsinə uyğun gəlir.